Bir fantam, bir fəvvarə düşünün ki, hər gün ölkəsinə 6000 manat pul qazandırır. Bəli, dünyanın ən çox gəlir gətirən fəvvarəsi haqqında danışırıq, ayaqüstü tarixin. Bugünkü mövzusu eşq fəvvarəsi, yəni Trevi fəvvarəsi haqqındadır. Gedirik Romaya. Trevi fəvvarəsinin kökü çox qədimdir. Bu əsər 1762-ci ildə imperatorun kürəkəni Agrippa tərəfindən tikilmiş Roma su kəmərinin son nöqtəsi idi. Amma pul atmaq adəti hardan gəlir? Əslində, çox qədim paqan ayinlərindən. Köhnə Romada müqəddəs su mənbəyinə sikkə atmaq, su ruhlarından xeyir diləməyin yolu sayılırdı. Orta əsrlərdə bu adət unudulmuşdu. 18-ci əsrdə Alman arxeoloqu Wolfgang Helbig Romadan ayrılan dostlarını yola salmaq üçün bu ritualı simvolik vida hərəkəti kimi yenidən başladır. Bu şəhərə qayıdacaqsan mənasına gəlirdi. Amma dünyaya yayılması məhz bir film sayəsində oldu. 1954-cü ildə Three Coins in the Fountain filmi ilə. Filmin eyni adlı mahnısı ən yaxşı mahnı üzrə Oscar aldı. Frank Sinatra səsləndirdi, dünya isə dinlədi. Three coins in the fountain. O gündən bəri hər kəs bilir, kürəyini fəvvarəyə tərəf çevirib, sağ əlinlə sol çiyinindən bir sikkə atsan, Romaya qayıdacaqsan. 2 sikkə atsan, burada aşıq olacaqsan, 3 sikkə atsan, evlənəcəksən. Romada yerləşən bu fəvvarə il ərzində qazandığı pulla Romadakı 4 muzeyin toplam qazancını ötərək keçdi. İldə təxminən 1,5 milyon avro, günə isə 3000 avro pul qazanırdı. Roberto adlı bir adam hər gün fəvvarəyə gəlir. Ucunda maqnit olan bir çubuqla təxmini günə 1000 avro pul çıxarırmış. Bu düz 34 il davam edir. Qanunda boşluq olduğundan polis heç nə edə bilmirmiş. Sonra öyrənilib ki, bu Roberto o pulları küçədə yaşayan evsizlərə yardım üçün uğurlayırmış. Bunu görən dövlət 2002-ci ildən etibarən həftədə 2 dəfə olmaqla yığılan pulları ölkədəki fərqli xeyriyyə qurumlarına, kasıblara, evsizlərə paylayır. Üstəlik, keçən il 9 milyon turistin ziyarət etdiyini görən Roma 2026-cı ildən fəvvarənin girişini turistlər üçün 2 avro edib. Gözlənilən əlavə gəlir ildə 20 milyon avrodur. Trevinin su dolu hovuzu deyil, arxasındakı hekayədir insanı ora çəkən. Bir sikkə, bir dilək, bir vəd, qayıdacaqsan. Bəs Bakıda niyə belə bir fəvvarə yoxdur? Fəvvarəmiz çoxdur, pul atanımız isə yox. Bəlkə məsələ fəvvarədə deyil, əfsanədədir.